ve meydan sizindir. Buyurun. Aziz dostlar, sizi bugün bu akşamda, bu güzel sevinçli günde istirahat düşərgəsində sizi salamlayıram. Hamınıza can sağlığı, güzel istirahətlər arzulayıram. Allah bu şəraiti yaradan bütün insanlara can sağlığı versin. Ama onu da bilməliyik ki, bizim bugün burada, bu güzel bu istirahat düşərgəsində dincəlməyimiz üçün bizim əskərlərimiz, vətənimizi qoruyan şəhidlər, Allah rəhmət eləsin və qazilər, onların da əməyi çox böyükdür. Mən belə hiss edirəm ki, bu qaziləri, bu əskərləri, bu igid oğlanları böyüdən analar özləri də bir qəhrəmandır. Çünki atalar deyir ki, qartal yuvasından qartal uçar. Ona görə mən həmin o igid analara bir şeir yazmışam. Onu bugün sizə səsləndirmək istəyirəm. Qəhrəmanlar böyüdən səni qəhrəman ana, səni igid qəhrəman oğul böyüdən ana, qarşında baş eyrəm mən bugün yana yana. Şəhidlər sıralanıb sıra gəlməyir sana, qəhrəmanlar böyüdən səni qəhrəman ana. Vətən çağıran kimi sıraları düz olur, mərd igid balaların sayı 50-100 olur. Məqsədləri də aydın, əməlləri düz olur. Qəhrəmanlar böyüdən səni qəhrəman ana, silahı tükənəndə dişini işə salan, düşməndən polatların bugün qisasını alan, ən güclü ordu belə sənin yanında yalan. Qəhrəmanlar böyüdən səni qəhrəman ana, dəmir yumruq xayların başlarını əzəndə, artıq mənim millətim Qarabağda gəzəndə, rəqqasələr naz ilə torpağımda süzəndə, qisasımız alındı, qisas qalmaz sabaha. Qəhrəmanlar böyüdən səni qəhrəman ana, qəhrəmanlar can verdi, vətən bizimlə oldu. Hamımızın ürəyi gözü sevinçlə doldu, düşmənin arzuları ürəklərində soldu. Bütöv bu qələbəyə sən də şəriksən ana. Qəhrəmanlar böyüdən səni qəhrəman ana, qəhrəmanlar böyüdən səni qəhrəman ana. Tamilə xanım, sizlərə çox təşəkkürümüzü bildiririk. Həqiqətən çox möhtəşəm bir şeir yazıbsınız. Bizim borcumuzdur. Əgər o şeirə ehtiyacınız yoxdursa, mən onu sizdən götürəcəm və sizə söz verirəm ki, hər hansı bir dövlət tədbirində, rayon tədbirində və yaxud qazi döyüş iştirakçıları, şəhid qardaş bacıları olan toylarda böyük məmnuniyyət hissi ilə elə Tamillə xanımın dilindən deyib bu şeir parçasını səsləndirəcəm, icazəniz varsa. Mən Bakı Nizami rayonu 242 sayılı tam orta məktəbin ibtidai sinif müəllimiyəm. 33 ildir ki, balalara sevə-sevə təhsil verirəm. Artıq mənim 9-cu buraxışımdır əlimdəki. İnşallah gələnimə pensiya çıxıram. Dinlədiyinizə görə çox təşəkkür edirəm, var olun. Sevə-sevə dinlədik Tamillə xanım, çox sağ olun. Gəlin bir daha gürültülü alın.